Bizi izləyənləri salamlayıram. Bugünkü işimiz Toyota Aqua'ya təsir eləyəcək. Deməli, avtomobil getdiyi yerdə sönür və hərəkətə gəlmir. İlk öncə diaqnostik elədik və müəyyən elədik ki, mühərrikin və hibrid sisteminin idarə etmə blokları əlaqəyə çıxmır və bu səbəbdən çox güman ki, avtomobil hərəkətə gəlmir. İndi hal-hazırda qurucular yoxlandı, hamısı qaydasında. Mühərrikin idarə etmə blokunda plus və minus ayıqları hamısı yoxlanılacaq. Ondan sonra hibrid idarə etmə blokunda yoxlanılacaq və onlar arasındakı kan xəttləri yoxlanılacaq. Deməli, sxemə uyğun yoxlanış aparacaq. Buradakı mrel xəttində idarə etmə blokundan bura plus gəlməlidir, o gəlir. O da zamok açıq halda gəlməlidir. Hal-hazırda söküb yoxlayacaq. Səbəb nədir? Bu maşında dərdi tapıldı. Baxın, bir xırda bir şey. Nə qədər söküntü eləməli olduq. Xırda problemləri qalıb. Əsas odur ki, maşın hərəkətə gəlir, bir də diaqnostika görür. Görürsünüz. Erişdirsiniz səsi. İşlədi. İndi yığıb müştəriyə təhvil verəcək.